Nə qədər ki, körpə gülüşünün məsumluğunu duymamışıq. Nə qədər ki, həqiqətə, saflığa uymamışıq, biz xoşbəxt ola bilmərik. Hələ naxaq incitdiyimiz könülləri almamışıqsa, bir barışın zövqünə dalmamışıqsa, bir başa özümüz əsl olmamışıqsa, biz xoşbəxt ola bilmərik. Xatirə kölgələri üzümüzə nəticə izi salmırsa, kədərə gözümüz dolmursa, getdiyimiz yol cığır salmırsa, biz xoşbəxt ola bilmərik. Haqqı ən birinci özümüzdə bərqərar etmiriksə, üsyanı həm də vicdanımızla etmiriksə, düşünüb kamilliyə çatmırıqsa, biz xoşbəxt ola bilmərik. Şükürlə yatıb dua ilə oyanmırıqsa, yıxılan görəndə dayanmırıqsa, üzümüzə dəyən sərt sillədən oyanmırıqsa, hələ də qəflətdəyik. Hələ də qəflətdəyik bu gedişlə. Biz xoşbəxt ola bilmərik. Sözün əməllə vəhdətini cılaq edə bilərik. Biz unudulan laylanı dəbə düşən nalə ilə yer dəyişmə vallah edə bilərik. Bizdə çatmayan nədir? Bizdə çatmayan nədir? Cəhd. Cəhd. Onu etməyə əhd yoxumuzdursa, yaratmalıyıq. Yoxsa biz xoşbəxt ola bilmərik. Bir şair qələmi nə yaza bilər? Bir şair qələmi nə yaza bilər? Səni, məni, onu, əvvəli, sonu, xeyri, şəri, mötəbər söz, həmişə bəşəri. Yetəcəkmi bu səs hamıya? Yetəcəkmi bu səs hamıya? Biz niyə xoşbəxt ola bilmərik? Biz niyə xoşbəxt ola bilmərik? Niyə?